Hal-hazırda əsas məqsədlərimizdən biri olan ölkəyə gələn xarici istehsalçıların sayını artırmaqdır. Və bunu etmək üçün bir neçə mexanizmdən biz istifadə edirik. Bu, son 2 il ərzində iştirak etdiyimiz beynəlxalq festivallardır, beynəlxalq jurnallarda Azərbaycanın təmsil olunmasıdır. Həmçinin təqdimatda da qeyd etdiyimiz kimi geri ödəniş sisteminin həyata keçirilməsidir, yəni rebate qanunun həyata keçirilməsidir və yaxın zamanda da bu artıq rəsmi olaraq açıqlanacaq və bu mexanizm vasitəsilə daha çox xarici istehsalçı bizim ölkəmizə cəlb olunacaq. Film komissiyası ölkəyə xarici investisiyaların daxil olmasını artıracaq, yeni iş yerlərinin açılmasını təşviq edəcək, Azərbaycanın xarici arenada tanınılmasını təmin edəcək. Yəni hal-hazırda Netflixdə 2 layihə var ki, Azərbaycanda çəkilib. Biri tamamilə başdan ayağa Azərbaycanda çəkilib və filmdə Azərbaycan adı dəfələrlə qeyd olunur və bu da turizm baxımından ölkənin potensialını artırır. Film komissiyanın əsas məqsədi xarici istehsalçıların bizdə istehsal etdiyi filmləri və çəkiliş prosesini koordinasiya etməkdir ki, orada yəni qeyd etdiyimiz kimi maddi mənəvi dəyərləri zidd olan məzmun paylaşılmasın, çəkilməsin ölkəmizdə və yaxud da keyfiyyətsiz xidmət təqdim olunmasın xarici istehsalçıya. Çünki nəticədə onlar belə deyək küsüb gedə bilərlər. Bu da mənfi bir cəhətdir bizim üçün.